Salam dostlar, Bitcoin'e baxırıq. Bir günlükdə biz o vaxtı çəkdiyim bir video vardı. Qrafikdə əsas nələrə fikir verir? 400-ə deyir ki, manipulyasiyadır, bazar manipulyasiyadır və s. ora bazar deyəndə ümumiyyətcə bu kriptovalyuta. Mən sizə sadə bir üsullarla işləməyi göstərmişdim. Sadə bir üsullarla. Yəni gələcəklə keçməsin. Sifariş blokları trend xəttlərimiz idi. Burada başqa bizim heç nəyimiz yox idi. İndi isə biz necə işləndiyini baxaq, çoxları boş, nə bilim, nələrsə gedib baxır. Beləncik işləm sistemi çoxları bilmir, klassik analiz sayılır. İndikator da qoşulur, RSI, nə bilim, EMA və s. Amma biz sizinlə indikator istifadə eləmirik, çünki biz pro trader kimi baxmalıyıq bura. Bizə indikator lazımdır, boş şeydir indikatorlarımız. İndikator yatıb alə ki, falan yerdə nə olmalıdır. Biz sizinlə atıb artıq, sizlə danışmışdıq ki, gələcəkdə ola bilər ki, qiymət gəldikdə bu hissələrin birində dönüş versin. Onu da biz sizinlə baxmış, əvvəlcədən təyin eləmişdik. Uzun müddətli biz sizinlə analiz eləmişdik. Bizim analizimiz uzun müddətlidir dostlar, qısa müddətlidir. İndi isə gəlin bu hissəyə baxaq. Birinci növbədə bizim gözümüzə bu hissə dəqiqəcə bu hissə. Bu hissə mənim VIP qrupumda olanlar Türkçə paylaşmışdım videoda. Hardasa 1 saat 37 dəqiqə 2 ədəd video. Deməli ona baxdıqda onlar artıq qrafika ana günlüğü olmağına baxmayaraq burada sell zonası olduğunu təyin eləyiblər. O insanlar artıq bilir. Siz isə bunları bilmirsiniz. Çünki bilmirsə VIP qrupumuza gələ bilərsiniz. Ömürlük 100 ciddidir. Orada da əlavə məlumatlar var ki, hansı ki mən sizə paylaşmamışam. Yəni belə pulsuz versiyada. İndi isə siz fikir verin. Burada artıq bunu bilən insan, artıq burada öz işarəsini beləncə qoyan insan, burada sellərin gözlüyü 1 sel, 2 sel və s. Hələ bir toxunuşda da biri də gedib bunu hələ gözdən yayındırdı. İndi gəlin bir diqqət yetirək. Görək ki, burada bizdə növbəti bir hissədə atdım. Nədir və bizim marketimə görə maraq nöqtəsi götürübmü? Gəlin diqqətlə biraz uzadım baxım. Görürsünüz, marketimə görə maraq nöqtəsi bu hissədə zonanı bildikdən sonra zonanı cübbəcür olur bir iki şamdan götürsən, olur bir şamdan götürsən, baxır vəziyyətə, işlədikcə onun təcrübəsini yığılsın, burada bir şam olmalıdır. Fikir verin, marketim ki bir partiya yığır insanlar bura, sonra ikinci partiyada gəlib stoplarını götürüb qayıdır, fikir verin. Necə ki, geçənk də işləmlər olub. İndi bunu çəkdik, qoyduq qırağa. Bu haqda da mən sizə danışmışam. Ətraflı bu instrument haqqında mən sizə VIP qrupda videosu var, girib baxa bilərsiniz. Və mənim burada analiz elədikdə sizə müəyyən bir məqamları dedikdə elə insanlar var ki, bunu artıq qeyd edilib və istəyib future-də, istəyib forex-də bunlar əməliyyatlarını seyr veriblər. Bu hissəyə diqqət yetirək, baylar gedib, bir toxunuş, qiymət dəyib bura qalxıb M5-də sanki və yaxud da M1-dəsə əməliyyatda olmalıdır, istəyib forex-də. Fikir verin, necə qəşəng işləyib, 2 toxunuşda qiymət qalxışa gedib, 3 toxunuşda qiymət artıq buradan görürsünüz qalxışa verib və gəlib növbəti dəfə ki verin, necə də qəşəng biz uzun müddətdə eləmişdik, düzdür, uzun müddətdə eləmişdik. Növbəti dəfə burada niyə əmələ gəlib və bizim burada durduğumuz trend xətti, niyə mən bu imino trend xətti sizin üçün düzgün çəkdim? Görürsünüz, 1 toxunuş, 2 toxunuş, 3 toxunuş, trend xəttdə toxunuşlar çox olmalı, fərq yoxdur. 2 də ola bilər, amma çox olmalıdır. Eləncə də bu hissədə görürsünüz, gəlib burada növbəti dəfə qalxışda burada deyib düşür. Sadə bir analiz. Yəni bizim olan sifariş bloklarımız, bunu yığışdırım mən. Artıq növbəti qayıdışda buranı yarıb keçmə ehtimalı var. Onu gözləmək lazımdır. Və qiymət sıxılıb, ikisinin arasında sıxılıb. M5'lərdə də olsaydı siz artıq burada selə girmişdiniz. Bəzədə də sifariş bloku M5'də və s. Sifariş blokuna getmirik. Artıq bizim burada köməkçimiz var. Bu hissədə fikir və sıxılma gedir. Artıq bizdə burada biz beləncik bir dənə xətt çəksək və buradan da
beləncik bir dənə xətt çəksək, əlavə bax xəttimiz. Biz də burada sıxılmanı görəcək. Bizdə həftəlik gəlin future-da işləyən insan olsaydı burada açırdı, stopun yerini təyin edirdi, özü gözümün nə qədər cüzüdür stopun yerini təyin və növbəti dəfə qiymət qalxışda bu hissəni gözləyəcəkdi. Bu hissəni niyə gözləyəcəkdi? Səbəb mən sizə deyim. Çünki bu şamın gövdəsi bu şamıdır. Girişin, siz bunu bilmirsiniz. Bundan sonra bax, bəlkə elə var məqamlar, siz onları bilmirsiniz. Bax, bu hissədə düşüşü gözləmək olardı. İndi içinə girib. Fikir verin diqqətlə. Yəni, ən belə şey buradan gözləmək olar. Burada bir balaca M5'e keçdikdə mən hələ bu mənim strategiyam deyil. Mən beləncə metodla sırf işləmirəm dostlar. Bazarın gedişatının bu 10%'dir. 10% bazarın gedişatıdır. Görün necə qəşəngdə idealda işləyib. İndi həmən insanlar hansılar ki pastayla gözü ki mən nəsə çəkim bir müddət uzun müddət paylaşım. Oturub burada baylarını açıb, xeyirlərini götürüb əllərini üstünə qoyub kef edirlər. Hansı ki siz oturub hələ də fikirləş görsən property trader nə danışır burada. Yəni bilirsiniz necədir dostlar? Mənim ehtiyac yoxdur kiməsə nəyisə sübut eləməyə. Mən başqaları kimi hələ bu mən öz bazarın gedişatını hələ hər satan insan mən almaq istəyirəm, vermirəm. Deyirəm get bax gör, sifariş bloklan gör, hələ nədir. Mənim reklama ehtiyacım yoxdur. Nəyəsə bir ehtiyacım yoxdur. Sizin qabağınızda oturan insan fon hesabları görməyən insanlardır. Ömrü boyu mən fon hesabı görməmişim. Bir dəfə də olsun fon hesabında mən əməliyyat açmamışam. Fon hesab bilirsiniz necədir? Kimin xəttinə dəysin özü bilər, mən olanıdır. Fon hesab elədir ki, tamam ki açdın ne fon hesab. Burada scalp eləmə, orada stopu çəkmə, burada tepevi çəkmə, burada nə bilim şey eləmə. Sənin elə bir ki evin var, evimin içində yaşama qoymurlar. Deyirlər orada oturma, burada oturma, oraya getmə, bu otağa keçmə. Nə bilim mən 2 dəqiqə girdin, əl videonun çox kinə. Bir fon hesabı qulsan sən, fon hesabında qulsan. Kimin xoşuna gəlir, gəlsin, kimin gəlmir özü bilən. Fon hesabında qulsan. Sizin qarşınızda olan elə bir insandır ki, ömrü boyu fon hesabı görməyən insandır. Əgər sən pro trader olsan, sən $100 da başlayıb balansını qaldıra bilərsən. Mən sizə bundan əvvəl bir video çəkdim, paylaşdım. Scalp'ı maraqlananlar üçün. Mən bura sıfır strategiyam qoşsam var, sıfır strategiyam qoşsam. Mən bazarın gedişatının aşağı yuxarı necə gedəcək, ona uyğun hərəkət edəcək. Mənim üçün fərq yoxdur, bazar aşağı getdi, aşağı yuxarı getdi yox. Mən sıfır strategiyamdır, bazarın gedişatıdır. Time frame'in fərqi yoxdur. M1'də M1 ilə də işləyirəm çox zaman, M5 ilə də işləyirəm. Analizimi ümumiyyətlə götürdüm, girirəm M1 ilə işləmlərimi gedirəm. M1 deyirlər, scalp eləmə nə bilim belə deyirlər, boş söhbətlər, bilən insan scalp deyir, hər şey deyir. Mən paylaşmışam 34 dün əməliyyat eləmə, orada gülə-gülə, nə biləm, mən telefonla girib açmışam əməliyyatda, təsəvvür telefonla, yəni orada burada bir dənə Wi-Fi ilə bir dənə girdim, keyfimlə açmışam, yəni. Çünki iki rəng hesabı çatdırmaq olmur, söhbət ondan ki. Yəni mən hələ onunla belə gün ərzində plus 45 eləmişəm onu. Yəni dama gör, plus 45, gün ərzində plus 45 eləmək bilirsiniz nə deməkdir? Mən orada otursaydım, hələ orada niyə mən qısaca atmışam? Çünki mənim aləmimdə pro traderləri hatırlatdım. Girdi, onlar tutam ki, gəlin təsəvvür ki, şamla götürək də. Bax, girdi mi bu şamda? Bilir ki, burada düşüş var. Girdi mi bu şamda? Uzaq başı buracan gəldi, sonra bağladı. Çünki o girəndə bura 20 future-da desə 20 min, 10 mindən girir. $50 elədi onu, nə bilim, $40 elədi çıxdı. Yəni xırda bir sistemlə işləyir. Mən necə ki scalp işləmişəm, sizdə göstərmişəm. Xırda bir sistemlə işləyir. Mən $20 nəzərimdə tutmuşdum. $20 uyğun işləyirdim ki, mənim elə bir hesabımda $20. Qaldı ki, orada 210'a görə əlavə eləmişdim ki, çünki Exnes'də fikir verirsiniz, hesab açanda orada 0.10 spirit olsun deyə, spirit az olmalı. Forex'də kim var bilir. Spirit az olsun deyənə məcbursan ki, o hesabı seçir. Deyəsə, o pro hesabıdır. Yəni, o hesabı seçir. Orada minimum depozitdə 200'dür. Yəni mən disiplini pozmamaq şərtindən günün axırında günlük qazancımı çıxartdım. Çünki 200'e kimi mən əlavə eləmişəmsə 200, orada 200'dür. Mən gəlib hər gün trade eləyim, o 200'e kimi bütün hər gün qazancımı çıxardım, bütöv çıxardım. Exnes'də başqa bir yer var, atırsam investor kaşalogu var, atırsam məsələn investor kaşaloguna. At ora, çıxar da art ora.
Ta 200 olunca, məsəl üçün 200 depozit, sonra depozit elədiyin qədər çıxartdıqdan sonra sən gündə qazancımı 50%-ni çıxart, at qırağa, 50%-ni çıxart, at qırağa. Həftənin sonunda da ümumi baxırsan ki, həftənin əvvəlində yazdın balansı və həftənin axırında qeyd edirsən. Həftənin axırında sənin nə qədər fərq varsa balansı arasında, onun 50%-ni çıxardıb atsın qırağa. Mən 200-lə 0.10-dan girə bilərdim əməliyyatlara. 0.10-dan girsəydim, orada 45 yox, 450 olacaqdı. Amma mənim beynimdə 20 idi. Hamı onu bacarmı deyəni minimum 100-lə başlayacaq və sonra ona görə görürsünüz, mən insanları şirnikləndirmək istəmirəm dostlar. Mən sizi şirnikləndirmək istəmirəm. Sizi nə bilim orada o balansı, iri balansları göstərdim. Gərginə şirnikləndirmək də fikrim yoxdur. Mənim sizə yeni ildə təklif elədiyim belə deyək də bazarın gedişatı, hansı metodla ki ən çox mən üstünlük verəm işləyirəm, onu sizə mən bir bonus kimi təqdim eləmişəm. Onun qiyməti əslində görürsünüzmü? Bir insan, təsəvvür edin ki, bir insan sizin üçün paylaşdığım sifariş blokları haqqında görürsünüz. Tək o insan deyil, əvvəllər çox insanlar var ki, bəziləri mənə spollaşıb, sonra gedib gəldi, sağ olsan anlatacağım sırasın. Mən Bitcoin-də də, Qızılda da sənin sifariş bloklarına işləyirəm. Sənin sifariş blokundan qırağa çıxmır. Bu insan, bunu bilən insan artıq əməliyyatı bir dənə verib aşağı gözləyir, bir dənə verib aşağı gözləyir. Müəyyən bir şeydə bu insan burada sifariş blokuna səbirlə işləyir, disiplinlə işləyir və s. Sifariş və breksonlarla işləyir. Təsəvvür, onun ancaq ondan işləyir. Günlükdə də qeyd edilir, saatlıqda qeyd edilir və M5-lərdə başlı işləmlərini işləyir. İndi fikir verin. O məlumatı mən sizə təmənnasız yerləşdirmişəm. Yəni, təmənnasız girin, baxın, örgəni sizin öz seçiminizdir. Qaldı ki, indi ümumi mənim işləmimi götürüb işləyəndə o artıq ondan sizin gözünüz çox açılır, çox görürsünüz, ətraflı görürsünüz. Mən sizə təklif elədim, bir ömür boyu işlədəcəyiniz bir strategiyadır. Trader o demək deyir ki, sən strategiyanı al, 3 ildən sonra işləmədi. Bir ömür boyu işlədəcəyiniz strategiyadır. Və çox zaman da məndən gəlib soruşanlar ki, o insanlara köməklik, kimlər ki yaxınlaşıb yazıb ki, zəhmət olmasa mənə köməklik elə, mən batıram bu saatda. Mən ona köməklik deyəndə mən nə köməklik elə bilərəm ki, birinci ömürdə ki, sifariş bloklarına bax, təmənnasız yerləşmişəm. Öyrə, məşq elə, sonra gələrsən yanıma. Yəni, bu sənin bacarığın baxır necədir, səndən asılıdır. Hər bir insan fərq yoxdur, hər bir insan işləyir. Get, yəni mən belə deyim də, orada skalp eləməsəydim, biraz da uzun müddətli məsələn əməliyyatlarımı buraxsaydım bəzilərini, mən orada hələ minimal lotuna 45 yox, 100-120 gətirib çıxardacaqdım günün sonuna. Hələ həmən momentlərdən söhbət edirəm. Hələ girdiyim əməliyyatda var, hansın ki, burada məsələn girib burada məsələn bu hissədə girmişəm, gəlib bura çatıb bağlamışam. Yəni mən bunları bilirdim ki, təqribən bura kimi də gələ bilər. Hələ məsələn bura kimi də buraxsaydım əməliyyatı, mən orada 45 yox, harasa 120 zat balansı eləmişdim. O da bir gündə. Görürsünüz, 99% profit. O bir də ki öz səhvimdir. O heç. Yəni də minus gedib, minus kimi də qəbul eləmək lazımdır. Çünki müəyyən bir zamandan sonra heç kim əsas nəticəyə baxırlar. Heç kim demir ki, falan vaxtı neysə olsa. Ada futbol gol vurdu, öz qapıva. Bir ildən sonra demirlər ki, 3 golda birini öz qapısına vururlar. Şotu deyirlər, 3-2 qutardı. Bildinizmi? Heç ki demək ki, birini vurmasaydı 2-2. Sonra şot. Necə ki, burada trading, göz qapı, şot. Mənfi olub, açdığım əməliyyat səhv olub, qutardı. Ona özünə haqq qazandırmaq lazımdır. Yəni, o yazırsınız ki, nə bilim, sənin psixologiyan dözməz, belə olmaz. Necə gülük ki, çünki mən soyuq beyinlə yanaşıram. Mən öz qurduğum strategiyanı, qurduğum metodları bilirəm. Bazarın gedişatını. Hələ mən sizə bunu tam izahı deyil. Yüngülvari, sadə hamının bildiyindən danışdım. Bilmədiklərini hələ demirəm. Görürsünüzmü? Sadə bir şey. Qırdıq xətti, get, bir selivi aşağı, qutardı. Növbəti dəfə sən hardasa buracan gözləyə bilirsən. Bu xəttə kimi. Qoymuşsan səqə.
Görürsünüz, sadə xəttlər çəkilib baxan kimi də bilinir. Yəni hər bir addım insanın özündən asılıdır. Ona görə də bir ömür boyu işlədəcəyin şeyə 1100-dür, çox azdır. Onu bölsən illərinə, gör nə qədər eləyir aya. Ən yaxşı yatırım insanın özünə yatırdığı yatırımdır. Yəni, necə deyilmirsə, bilik sizdən heç kim almır dostlar. Bilikdir, disiplinli olacaqsan, qudurmayacaqsan, ayıq başına, soyuq beyinlə trade edəcəksən, yəni içkili vəziyyətdə qrafika yaxınlaşmayacaqsan və s. Ən hisli momentə yaxınlaşmayacaqsan. Gördün ki, nəsə hislisən, əsəbləvi fikri cılovlayamıyorsan, aralaş qrafikdən get, 2 saat, 3 saat, 4 saat gəl elə, nə bilim, biraz hava al gələn, sonra dərzdən yaxınlaş gələn. Heç kim sənə, bazar olsun, hərəkət edirsən, oldun, olmadın, bazar burada hərəkətin edir. Gözüm, mən xəttlərimi çəkdim, getdim. İndi mən eləmişəm ki, bir hissədə sizin üçün analiz edib saxlayanda başqa bir bitcoin açıb, başqa bir burada da bitcoin şeyində öz analizlərim üzərində gedirəm. Bu sizin çəkilib hazır qoy. Gözün necə də gəlib, necə də işləyir. Mən bu xəttləri çəkdim, şu hazırdır. Mən əvvəlcədən qrafikin necə, nə cür hərəkət etdiyini bilirəm mən. Gördünüz mü? Neçədir? Buradaydı. Baxın, əvvəlkən baxın 4-cü. Bax, burada gəldi. Bu hissəni mən bilirəm. Sözü buradan selləri gözləyəcəm. Gəldi. Gözüm, mən necə götürdüm? Bütöv götürdüm. Gözüm. Niyə bütöv? Buna görə götürmədim. Bu mənim vecimə diyor. Bu şam udub gövdəsində. Bunun da arxasında bu bütöv həmən olsa VIP qrupda olanlar bilir. Yəni bunu qırısa keçsə növbəti dəfə bu hissədən qayıdıb dəyib qalxış ola biləcək. Bax, bu hissəyə uyğun. Görürsünüzmü? Yəni onu da görmək lazımdır. Sadə bir şeylərdir. Heç bir konsept zat yoxdur. Disiplinli, sakit olmaq sadəcə lazımdır. Əlavə içinə xəttlər çəkməmişəm. Çünki ehtiyac yoxdur əlavə xəttlər çəkmək. Bu xəttlərimiz bəs eləyir bizim bu dəqiqə bazarın gedişatında. Bu xəttlərimiz bəs eləyir. Öz həftələrlə qalıb bu həftələrlə. Hələ ki, ehtiyac yoxdur. Buradan mən çəkim xəttimi, trendimi atım. Tam trendlə işləyirəm. Çünki hələ bu sual altındadır. Hələlik dostlar. Like vurun, paylaşın videonu. Növbəti videoda sizə future-da bir dənə sirri öyrədəcəm hesablama. Onu çox uz bilmişsiniz. O gedəcəm sizə. Bir də ki, vaxtım olsa martingale düzgün istifadə eləmək göstərəcəm. Çəkinməyəsin martingale-də. Biz də martingale. Düzgün profesional traderlər, pro traderlər, onunla martingale düzgün istifadə eləyir. Onun haqqında sizə danışacağım, izah edəcəm ətraflı. Hələlik.